Hər vaxtınız xeyir dostlar, bir məhkəmə xəbəri barədə sizə məlumat vermək istəyirəm. Belə ki, söhbət TikTokda daha çox Roşka ləqəbi ilə tanınan Rövşən Süleymanovdan gedir. Deməli, iyun ayının 30-da Rövşən Süleymanovun apellyasiya məhkəməsində prosesi olacaq. Prosesdə əsas müzakirə olunan məsələ isə onun ev dustaqlığına buraxılması olacaq. Artıq bu Roşka üçün demək olar ki, son bir şansdır. Qeyd edim ki, bundan öncə onun Nəsib rayon məhkəməsində ev dustaqlığına buraxılması ilə bağlı vəsadətə baxılmışdı, lakin vəsadət təmin edilməmişdi, yəni o ev dustaqlığına buraxılmamışdı. Qeyd edək ki, Rövşən Süleymanov bu ilin yanvarın sonunda həbs edilib, onun barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib. İlkin olaraq istintaq dövründə ona 234.4.3, yəni satış məqsədi ilə narkotik vasitələri saxlama daşıma maddəsi ilə ittiham sürülmüşdü. Lakin istintaqın gedişatında onun maddəsi 234.1-1-ə, yəni satış məqsədi olmadan narkotik vasitələri saxlama daşıma maddəsinə tövsiyə olunmuşdu.